Özünün kəsbidirmi, özünün əsli anı kəsbi deyimiz o bitəgən məktəbləri oxuşu tarixi. Şunun asasən yəni qıpkitələydi o muxbirlik, təhrirlik, muharrirlik xizmətlərdimi? Nədə şundaq media içilsə, menimcə çoxum özünün küçünü çıxaralaydı. Bağım mənə İnşallah, mənim şundaq bir vəzifələr gəlsə, yox deməyim əlbəttə. Həmimizdən burcu. Sizlərin istiqlalını qollaş. Var boğan dərsimiz bu boğan deyil. Var, mövcudmu? Mövcud mənə həmimizdən burcu deyib qarayım. Çünki görüyatdım, Türkiyənin özüdələ 50 mingdə 70 mingçə Uyğur sizlər arqılıq uçurğa erişidi həm deyib. Başqa çət dəlimi qoyub qoyub duraylı. Aşının özümü bək çoğun bir ictimai topluluq xizmət qılğanlıqçı. Sizlərlə deyik kameralarına yetişib bulanmağan nurgun hikayelər bak ya, mən səzdim. Əlbəttə. Bu ilqi çıraq tügü qaranğı deyib, sizlərmi ilqi bəlkim jıraqdiki nəslərə qızıqlatqan buluşunlar mümkün. Mənim fikrimni sorsanız, xalqı qancha yüzlənsiniz, bu yerni teximiz sırtqa düşəndirsək, menimcə. Yüzünüş üçün ilqi nəslər. Toğra. Şunun üçün kömügənlik üçün, bilmigənlik üçün bəzilər xata qaraş, xata nimələr bo'lib qilishi mümkün. Mən bir misal mənə birinci qitim Uyg'urlarımızın içiga kirib, öz ko'zim bilan ko'rib, öz qulog'im bilan anglab, tetib ko'rib, ularni quchoqlab, ularni purab, hamma nimasini sezib bilgandan keyinki hissiyotimni shunday o'kinli hayajonliq ifodalab ketibdimi? Asli muxbir bo'lish sifatim bilan o'zimni tutib olishim kerakda, sizdan kechirim so'rayman. Ammo chin hissiyotimda men bir muxbir bo'lish emas, men bir Uyg'ur qizi, Uyg'ur muhaciratga bir Uyg'ur qarindishinglar bo'lish sifati bilan o'z hissiyotimni shunday tabiiy ifodalagandim. U yerda hech qanday boshqa nima yo'q, ko'rganim depadim-ku sizga. Men ma'ni ko'rdim, boshqa mening hech qanday birsiga qartilgan hujum so'zim va yoki hatto baholamadim. Faqat his qilganim shu, qo'rqmanglar, menimcha Uyg'urlar tushunishni xohlasanglar, bilishni xohlasanglar, bu hamshirlarimizning orasiga kiringlar. Ular shunchalik mehribon, hech kim sizlarni tishlamaydi, yavamaydi dishdan degan bor o'zimizning tilida, lekin meni bek ilqi qiziq tuyuldig'ini ko'rmay turib, bilmay turib, nima uchun ba'zi fikrlar agishib ketadigan odamjiq deyman bu. Bu xil ilqi salbiy fikrlarni o'tirib qo'yayotganlar bir necha tanlam. Ammo qarasangiz agash kuchlar xilbatchu. U agash kuchlarmi bu to'pliqni bilmaydi o yani. Shuni tushunmay turib, tadqiq qilmay turib, fikr berish huquqimiz yo'q. Jirincha xilofla aytganda. To'g'ri.